Maşını olanlara iş var yoldaşlar. Bəli, maşını olanlara iş var. Bu belə işdir ki, 25-45 yaşlı bir şəxs olmalısınız. Bu sürücü işi deyil yoldaşlar. Amma fərqli işdir. Ona görə də videonun adından da məlum olduğu kimi maşın işi o. Maşını olan şəxslər üçündür bu. Həftədə 3 dəfə olan bir işdir. Həftədə 3 dəfədir. Amma hansı günlər olacaq, o belə deyim də qeyri-sabitdir. Amma nə sabitdir? Sabit olan odur ki, dəqiq olan odur ki, iş saatı səhər saat 7-dən günorta 4-ə qədərdir. Səhər saat 7-dən günorta 4-ə qədərdir. Yəni həftədə belə deyək, 3 dəfə işləyəcəksiniz. Səhər saat 7-dən günorta 4-ə qədər qarşılığında da 300 manat alacaqsınız. 25-45 yaşlı şəxs olmalısınız və şəxsi avtomobiliniz olmalıdır. İş yerdən metro Nərimanova 15 dəqiqəlik yoldadır. Bəs iş nədir? İş də fərqli bir işdir yoldaşlar. Bağban işidir. Bəli, bağban işidir. Yaşıllıq sevirsinizsə, bitkilərə qulluğu və suvarılmasını təmin edə bilərsinizsə əgər, bitkilər haqqında məlumatlısınızsa, baxın belə bir işdən istifadə edə bilərsiniz. Məsəl üçün, aranızda əgər tutalım sürücü varsa, taksi sürücüsü olaraq işləyirsə, məsəl üçün, ikinci iş olaraq bu cür bəhrələnə bilər. Və bu cür əlavə ikinci iş olaraq bunu qiymətləndirə bilərsiniz və yaxud elə biriniz də ola bilər ki, heç ümumiyyətlə hal-hazırda işləmir, elə birinci iş olaraq da dəyərləndirmək olar buna. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə digər sürücü işlərindən də tanış olmaq istəyirsə və yaxud da başqa sahə üzrə işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsini yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada Toğrul Əzov adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra orada profildə əlaqə vasitəsini görə bilirsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.